Herkese salam aleyküm. Bugün sizlerle birlikte Hilal Alizade'nin videolarına bakırıq. Hələ də kanalıma abunə değilsinizsə aşağıdan kanalıma abunə olub bu videomu da like atmayı unutmayın. Salam aleyküm xanım. Salam. Bu yolkadan bir dənə də paket deyərdiniz mənim üçün. Bəs dünən almışdınız axı bundan. Bu kimin üçündür? Bu bizim bir qazi qardaşımız var o. Qazi qardaşımıza yol kaldı. Ay zibir. Ay zibir. Hakikaten imkan verme. Allah'ım yarabbim. Ay. Aranızda Aha. kişi var. Nə gülürsən ha, yekəpər. Xanım, başa düşmədim. Bu nə danışıqdır? Sən qələt verə, heç kim. Sualı burada mən verirəm. Xanım, ayıb deyir. Ay, şampunçik. Ayıb odur ki, siz sualıma cavab verirsiniz. Şampunçik. Kişi var burada yoxsa yox. İndi siz xanımsınız, bu o demək deyil ki də biz sizə... Ay, sarı, sənə söz verən oldu, ay gül satan. Sualıma cavab verin. Kişi var burada. Bir dəqiqə, Ay, bu Zübeyir. nə danışıq deyə siz danışırsınız. Burada hamı kişidir. Düz demirəm? Onda bizdə kişilər üçün qəşəng qramla ətirlər var. İstəmərsiniz? Ah da. İşi vaxtında çatdırmırsınız və müdiriyyət sizinlə kobud davranır. Diqqətiniz dağınıqdır və yolda daim problem yaşayırsınız. Maşını vurub. Münasibətləriniz alınmır və hamı sizdən üz döndərir. Maddi problemlər yaşayırsınız və aviasel sazdan ucuz bilet almağa belə pulunuz yoxdur. Gozumaki. Apteklərdən eşitsiniz bura. Ağsaqqal, get işinlə məşğul ol da. Axı iki dostun arasında nə olmalıdır ki bir-birimizə əl qaldıraq? Ağsaqqal bu sərdən mənimlə dirəşib ki, gedək xaş yeyək, üstündən araq vuraq. Mən də deyirəm istəmirəm də, mən istəyirəm Aha. ki, gedim milkshake içim. Milkshake. Bir dəqiqə. Başaçılar, bugünkü qonağımız məşhur psixoloq Bilal Bəlizadədir. Onun Türkiyədən, Rusiyadan və hətta İrandan belə sertifikatları var. Ne güzel. Çox dəvətiniz üçün təşəkkür edirəm. Var pox-pox sertifikatlar da 200 manat. Çox maraqlı. Artıq pasiyentim tapıldı deyəsən. Abi biz tanıyırıq da normal psixoloqlarla. Bura ne maşiniki gəlib oturmuş bura. Mən bu bəydə obsessiv kompulsiv və kognitiv dezonans sezirəm. Bunun hamısının səbəbi bu bəyə uşaqlıqda atası tərəfindən əl qaldırılması. Hala qaldırmalı deyil də oğlan uşağıyıq da döyülməliyik də. Yoxsa sən Aha. kimi pettilə kimi böyüyək. Təhqir artıq Dəyişməyə cəhətlər elə bir. Aleksitimiya pozuntusu kimi gedir və mən bu diaqnozu bu insana qoydum. Ha qoydum nə də la şüt. Sən çıxardım səni şöyle göstərim kim kimə qoyur. Oy zibir. Ağzın nə şeydir la xiyar. Bu insan artıq bütün çərçivələri aşır və mən bu verilişi tərk edirəm. Xahiş edirəm, mən mikrofonumu Psikolojisi bozuldu. Bəli, əziz tamaşaçılar, hal-hazırda bura çox qalmaqallıdır. Heç yerə ayrılmayın, qısa fasilədən sonra görüşürüz. Bilal bəy, Aha. çox kobud olmadı, bağışlayın. Allah yox, o bomba kimi Doğrudan dəli yaxşı sən. deyil, çoxsun. Aha, verilişdə yaratmışlar qalmaqal. Mən sən səhərdən Allahım gözləyirəm yarabbim. ki, kompleks söhbətinə. Kişilərin kompleksi. Allah, o seansı semiçka kimi satır. Mənə necə çatacaq bəs Narahat olur. olmayı sən nə edir? Çox. Qardaş, istəyirsən sənə deyim çiyin manjetindəki ağrıdan necə qurtula bilərsən? De Hardan görək. görək? Çiynim ağrıyır. Mən falçıyam, amma elə belə falçı deyiləm. Qəşəng. İstəyirsən 10 manat ver, sənə deyim insanlar Marsda ilk koloniyanı nə vaxt quracaq? O mənə çox maraqlıdır. Hə, gəl. Ay qardaş, nə edirsən sən? Safsan ha, görmürsən? Falçıdır. Adam falçıya pul verər. Mars lazımdır sənə. Gül kimi yaşayırsan da yerdə. İstəyirsən 10 manat ver, mən sənə deyim, niyə milyarderlər məhz indi bunkerlər tikirlər? Uy da nə maraqlıdır. Gəl götür danış sən zan. Ki, kasıb, milyarder lazımdır sənə. Sən harava yaraşır? O məlumat sənin nəyvə lazımdır? Eləcə ilkin qazanır. İstəyirsən 10 manat ver, mən sənə deyim, süni intellekt hansı üsulla insanları məhv edəcək? Aha, mən süni intellektlə maraqlanım. Ay nətər. İntelleksiz. Sən bu yalan deyirsən. Görmüsən sən pul almaq istəyir. İntellekt Ay lazımdır sənə. qardaş, istəyirsən 10 manat ver, mən sənə həyatın mənasını başa salam, həm fiziki, həm də mənəvi. Oy da mən bu sualı həmişə özümə vermişəm. Mənə maraqlıdır ki, bunun cavabı nədir də? Nədən bu barədə Görmürsən yer kökünə oxşuyur. Adam ona pul verər, mənəviyyat vaxtıdır. Sənin nəyvə lazımdır o? Eləcə ilkin qazanır. İstəyirsən sənə deyim, işdəki resepsiyon qız Qalinvagin hansı yollarla alıb?
Aha bütün pulu ver. Salam əleykum. Salam, salam. Siz uşağın dalıcı gəlmisiniz? Bəli, bəli. Bir dəqiqə, sən o video çəkən qaqaş deyirsən. Hə, mənəm. Ayıb deyir, uşağın da var, belə giz-giz videolar Ay, çəkir. zibil. Qardaş, bezdirmisiniz bu söhbətlə. Sən əgər uşağınla vaxt keçirtmək istəmirsənsə, əlinə telefon alıb verirsənsə, bu mənim günahımdır. Özü ki, sənin uşağın telefona girirsə, orada elə şeylər görə bilər ki, mənim göstərdiyim Yəni. yanında oyuncaq. Yəni dediyimin canı odur ki, sənin uşağın küçə bayıra da çıxır, orada da ondan 5 bətər sözlər eşidir. Sən də bunun qabağına heç vaxt ala bilmərsən. Sən ancaq öz uşağın üçün düzgün nümunə ola bilərsən. Mənim uşağım yoxdur ki. Onda burada nə etirazım? Hələ ki seçirəm də. Ay böyle. Oğlum, ben axırıncı kəm çörək almaq adıyla evdən çıxdım. Bir daha geri qayıtmadım. Bəlkə də belə yaxşı oldu. Mənim içki içməyim sənə yaxşı nümunə olmazdı. Sən də belə gözəl, sağlam böyüməzdin. Başa düşürəm ya, amma Bilirəm oğlum, soruşacaqsan ki, necə getdin, necə dolanırdın? Mən Azərlatır saytında 5-də 5, 4+4, 20x multivitamin oyunlarını oynayaraq uduşlar qazanırdım. Belə də dolanırdım. Ağsaqqal bayaqdan qoyursan ki, ağzımı açın. Mən sənin oğlunu deyirəm, bu da sənin oğlun. Ay, çörək aldım, südiyatdan çıxdı. Çet sütü da. Bəy, çox üzr istəyirəm. Siz niyə görə həmişə tək oturursunuz? Tənhalıq qəbahətdir bəyəm. Yox, bəy, mənə düzgün başa düşün. Həmişə gəlib bir çaynik çay sifariş verirsiniz. Ətrafınızda da heç kim olmur. Tək oturub çıxıb gedirsiniz. Bilirsiniz, mənim sevdiyim bir insan var idi və məni səbəbsiz yerə tərk elədi. Dostlarım da həmçinin məndən bir-bir uzaqlaşdılar. Səbəbini soruşsaz, sizə cavab verə bilməyəcəm. Amma həyatım mənə göstərdiyi acı təcrübələrdən sonra başa düşdüm ki, tənhalıq mən isə tənhalığı tamamlayıram. Amma sizin gözlərinizdə kədər görürəm. Əgər icazə versəz, mən istəyərdim ki, sizin dostunuz olun. Doğrudan deyirsiniz? Əlbəttə, bizdə çay qardım da keyfin üstəyən yeməyi var. Gətirim oturaq ki, qardaş yeyək. Yox, valla toxamı yeyib gəlmişəm. Onda bir dənə qəlyan. Uzaq elə. Onda domino gətirin bir dənə 100. Yox, oynaya bilmirəm. Telefon, Bacarmıram. nərd, Tövbəliyəm. yekə ekranda futbol, Zəhləm gedir. kabinetdə PlayStation. Mən bu joystick'i tuta bilmirəm. Amma okey. O nədir? Amma sən elə tək qalsan yaxşıdır, davay. Düzdür. Aha, qaqaşlarla şəkil. Az qala vurduğum maşınla qırmızı işıqda gözləmək. Baxışmamağa çalışırsan. Ay, zibil. Vay şükür yaşıl yandı. Neyse. Ay nə var ay qardaş, nə istəyirsən məndən? Oldu da, səhvdir, elədim. Mən nə edeyim ki, məni bağışlayasan? Hə, yəni sən Pavarotnikin işləyir. Nə gözəl. Salam oğul. Salam, salam. Deyəsən, salamlaşma adətini itirmişik. Ağsaqqal, Yəni. salamlaşmaq ələm harasıdır ki? Biz ümumilikdə münasibəti itirmişik. Mənim bax 35 yaşım var. Hələ də bir dənə normal münasibət tapa bilmirəm ki, ailə qurum. Həyif dördü üstün dövür. Düz deyirsən oğul. Biz ailədə Hayda. 16 nəfər böyümüşük. Bacılı qardaşlı hamımız işləyirdik, hamımız evdə əziyyət çəkirdik. Çox çətin idi, amma çox mehriban böyümüşük. Hə baba, mən səni başa düşdüm. Sən demək istəyirsən ki, atalar qızlarını istədiyini alır, analar isə qoymur oğulları əlinə ağdan qarıya vursun. Ona görə də qızlar qazanılan pulun, oğullar isə məişətdə çəkilən əziyyətin qədrini bilmir. Sonra da belə adamlar üzbəüz gələndə bir-birindən ancaq tələb edirlər. Ay babon rəhmətli. Həm də bizim vaxtı bu zibil internet yox idi deyə biz öz ailəmizi 1000 dənə ailə ilə müqayisə eləmirdik. Və xoşbəxt. Yəni o da var. Ağsaqqal, nə Həqiqətən. gözəl sözlərdir düz. Yəqin ki, siz özünüz də xoşbəxt ailə həyatı yaşamısınız. Əlbəttə. Mən
Mən həyat yoldaşımı 3 ay bundan qabaq itirdim. Amma onunla 70 xoşbəxt il yaşadım. Çünki onunla mən dost idim. Ağsaqqal, mənim sizə necə paxıllığım tutur? Necə sizin bəxtiniz gətirib ki, belə bir xanım tapmısınız? Nə bəxt? Mən əmim qızı ilə evlənmişəm. Məni bağışla, sevgimizin bəhrəsi oğlum, dalımca gəl. Getməli. Ama geldim ya bir kere altından yine çıktı. Haydi gülsək mi, gülməsək? Qardaş, mənə bir iki manat kömək edə bilərsiniz? Uşaqlarım var, acdır. 1-2 manat nədir xanım? Nə lazımdırsa mən alaram. Çox sağ olun, qardaş. İndi siz kömək elədiniz. Bəs sonra bu uşaqlara kim baxacaq? Mən baxaram. Başa düşdüm, mən uşaqlara baxırsan. Bəs mənə restorana kim aparacaq? Mən apararam. Bildim, mənə restorana gətirdin. Bəs mən paltarı kim alacaq? Azbir. Mən alaram. Başa düşdüm, mənə bunları aldın. Mən qadınam axı. Bəs aviasiz.az-dan kim mənə bilet alıb mən xaricə yollayacaq? Mən alaram. Başa düşdüm, mənə bilet aldın, xaricə apardın. Bəs mənim maşını kim alacaq? Qardaş, mənə 1-2 manat kömək eləyə bilərsiniz. Uşaqlarım var, azdır. 1-2 manat nədir qardaş? Nə lazımdırsa mən alaram. Evdəkilərin şəxsi sərhədlərimə qoyduğu hörmət. Belə bir dənə ramka asmaq istəyirik bax burdan. Səncə nətər olacaq? Yaxşıdır bax. Hadi gələk mən baxım o divar görüm materialı onu tutacaq yoxsa. Ustalıq səsi eylidir. Sən mənə demədin, mən metrə götürməm, tut görüm mənə bunu. Qarışdırım gərək, mən bir dənə qarışdırayım. 3, 4, bax ən ortası bunun budur. 4 buradan qoysam ramka. Ramka neçədir azmayır? 30-un 60-adır deyəsən gözlə. Hə, deməli usta burada da bir şey lazımdır. Bu nə idi? Bu uşaq deyən xəstədir, onu da apar yoxlatdır. Buz, vur dəyişiləsidir, o da vur dəyişiləsidir. Bu dibindən buraxır. Bu dibindən buraxır, bu da dibindən buraxır. Hə, görürsünüz, işləmir. Biraz çətin olacaq. Yaxşı Bu aşağıdan elə bir ki, 10 düzəldərsiniz. Aydın oldu, suyu var. Bir də ki, ay usta, bu stol var ya, bunun ayağına nəsə olub bilmirəm nə Bu sexə gedəsidir bacı. Götür o ucundan. Aparmaq lazımdır bunu. Götür, getdik. Bir də ki, Yemək də yiyənmədi. Aboylar dəyişiləsidir. Gələsiz, gələn həftə. Gələcəm, həll eləyək. Sobrat, getdim nə mən? Oo, zor. Oo. Qəşəng. Auksiyonu açıq elan edirəm. Və ilk məhsulumuz Elariz Məmmədoğlunun saçları. Başlanğıc qiymət 500 manat. Var Hayda. 700 manat təklif edirəm. İlkin bəy, bugün necə elegant görsənirsiniz. Təşəkkürlər. 800. Rəfin bəy, bugün sizi burada görmək necə xoş bir hissdir. 900 manat. Ey bəcər kürən oğlan 900 manat. Adım Şeyindir. Maraqlı deyil. 1000 manat. İlkin bəy, mükəmməlsiz. 1500. Rəfin bəy, sizi öz sıralarımızda görmək mənə fəxr hissi verir. 2000 manat. Qaraciyər piyləməsindən əziyyət çəkən vətəndaş 2000 manat. 2200 manat. İlkin bəy, həmişəki kimi parıldayırsınız. 3000. Zadəgan Rəfin bəy, 3000 manat. Var artıran. Oyda. 10.000. 10.000 manat. Var artıran. 10.001. 10.002. 10.003. Satıldı. Hayda. Gördünüz? Var mənim pulum. Nə olsun ki məni tərifləmirdiniz? Mənimdir saat. Ver bura. O nə pis tırqıya getdi Allah. Ərtəyə var fikirdir. Brat, bizdə bu təzə işçi var, Masal Aha. o reception. Allah həri reception. Qardaşın ona. Başladın yenə qardaşımsa, qutar da qoy sözümü deyim də. Allah o gün nəməni də toya çağırmışlar, bildiyin bahalı da. Nə danışsan? Allah hə, səni öl. Aha. Mənlərdən kimi çağırsalar yaxşıdır. Kim? Şakira. Şakira. Siz də özü belə şeylərlə təsdiqlədin. Sən bəlkə də heç o adamları görməmsən, oturduğu yerdə cəmaatın adına söz çıxardırsan. Amma mənim özümdə də elə günah ki, sənin kimi adamla oturub dururam. Uşaqlıqdan mənə demişdilər ki, bu fərri adam deyil. Kim deyirdi? Allah babam. Qardaşın da o vaxt ona Bırak bizdə. Ta sən can bağışla, mən maşının böyrünü cızmışam. Hə, Oy, sən nə sivil. yaratmaz uşaqsan, hə? Ata sən can bağışla, Sən nə yaratmaz uşaqsan, hə? sən can bağışla. Hə? Ata. Ata sən can bağışla, mən maşının böyrünü. Ata şiddəti. Hilal, görəsən cəmaət toya nəyə görə daha çox pul salır, nəinki yasa? Brat, inanırsan heç fikirləşməmişəm o barədə. Məncə yas bir dənə ömrün yekunudur, toy isə yeni bir dənə həyatın başlanğıcı. Yəni. Ona görə. Bir də ki, pul
Diriyə daha çox lazımdır da, nəinki ölüyə. Onda ayın 25-i səni Dibaza o şadlıq sarayında gözləyəcəm. Bugünkü videomuzun da sonuna geldi. Videomu beğendiyse like atıp aşağıdan da kanalıma abone olmayı unutmayın. Gelin videoda görüşmek üzere. Sizleri sevirəm. Bunu da unutmayın ki sevilirsiniz.